Enerji təhlükəsizliyi məsələləri üzrə ekspert Vahid Avçan Facebook səhifəsində yazıb ki, Aliyevin Rusiya imperiya xəritələrində Sevan yolu yoxdur. Göyçə var bəyanatı Azərbaycanın daxili sülh böhranı və regional resurslara nəzarət etmək iddiaları kontekstində nəzərdən keçirilməlidir. Onun sözlərinə görə Azərbaycanda şirin su çatışmalığı son illərdə getdikcə dərinləşir. Aliyev özü dəfələrlə sudan rasional istifadə etmək zərurəti barədə danışıb. Dünya Bankının məlumatına görə Azərbaycanda adam başına düşən bərpa olunan şirin su ehtiyatlı cəmi 851 kubometr təşkil edir. Halbuki Ermənistanda bu göstərici 2329 kubometrdən çoxdur. Bu o deməkdir ki, Bakı təcridən ciddi ekoloji və sosial-iqtisadi təhlükələrlə üz-üzə qalır. Beynəlxalq ekspertlər hətta problemin sistemli həlli tapmadığını, tədbirdə mümkün ekoloji fəlakət barədə xəbərdarlıq edirlər. Yaranmış vəziyyətdə Azərbaycan üçün yeni su mənbələrinin təmin edilməsi həyati əhəmiyyət kəsb edir. Su çatışmazlığı Azərbaycanın təhlükəsizlik və siyasi prioritet məsələlərindən birini çevrilib. Sevan yolu isə regionun ən vacib su resursu kimi Bakının geosiyasi hesablamalar sahəsində açıq şəkildə daxil olur. Bu vəziyyət isə rəsmi Yerevanın sülhün bərqərar olması ilə bağlı narrativlərini ifşa edir.